Salam, xoş gördük hamınızı öncəliklə. Bu arada eyni anda salam verməmişdən qabaq, eyni anda bizi sizdən əlavə sosial mediada da izləyənlər olacaq deyə qarşımızda kameralar da var. Yəni bu çıxışa sonradan baxa da bilərsiniz. Evet. Deməli bu Zaur bəylə bizim birinci podkastımız deyil. Podkast deyək də bu tədbir. Həm Evet. tədbir deyək, həm podkast deyək. Birinci podkastımız deyil. Birinci və çox uğurlu alınmışdı. Zaur bəyin kitabında da həmçinin ona istinadlar var. Evet. Həmin çəkdiyimiz verilişə uyğun. Deməli bu dəfə biraz fərqli olacaq. Zaur deyə bilərəm də, biraz səmimi olsun. Zaur Arif olaraq müraciət etsək olar. İcazə verirsiniz. Sizlə. Bu dəfə format biraz fərqlidir. Evet. Natiqliyin 7 qatı fərqli qatlardan danışacağıq. Söz çox uzatmayaq elə. Başlayaq birinci qatdan. Qorxu qatı. İnsanlar niyə danışa bilmirlər? Nədən qorxurlar Zaur bəy? Biraz öz qorxumu rahatlatmaq üçün özümü təqdim edeyim. Alqışlayaq yoxsa? Niyə özümü təqdim eləmədim? Çünki mən o videodakı şəkilləri yığanda Facebook profilindən götürmüşəm hamısını və bizim Hicran xanıma yönləndirmişəm. Şəkilləri bir-bir yığanda bütün auditoriyalardakı ahvavam yadıma düşdü. Məsələn, mən ilk auditoriyaya daxil olanda necə hiss eləyirdim? Bir il keçdi necə hiss elədim? 2 il keçdi necə hiss elədim? Yavaş-yavaş mən addım atdıqca neynədim? Anladığım bu oldu ki, bir müddətdən sonra insan danışmayanda da danışır. Və ən güclü natiqliyin susmaq olduğunu öyrənəndə özümü bu formada təqdim etməyi öyrəndim. Susaraq. Zaur, Cahangirov, susduq. Bu formada. Çox gözəl Zaur bəy. İndi belə deyək də, hamıya maraqlı olan odur ki, siz öz qorxunuzu yendiniz, rahat danışa bildiniz. Evet. Bəs tələbələrinizin öz danışmaq qorxusunu məğlub etməsi üçün, belə deyək, nə edirsiniz? Mən auditoriyada bir sual vermək istəyirəm bununla bağlı. Sizcə biz qorxuruq yoxsa qayğılıyıq? Qayğılıyıq yoxsa qorxuruq? Fərqi bilirsiniz nədir? Arif bəy. Arifsən. Fərqi budur ki, qayğı gələcəkdə olacaq bir hadisə ilə bağlı olur. Qorxu isə olmuş bir hadisə ilə əlaqələndirilir. Məsələn, mən gələcəkdə auditoriyada çıxış eləyəcəm. Mənim qayğım var. Birdən biabır olaram, birdən özümü itirirəm və s. Bir də var qorxu. Mən çıxmışam, danışmışam. Artıq insanların qarşısında özümü itirmişəm, narahat olmuşam və mən qorxuram. Və çox insanlar da qayğını qorxu olaraq adlandırırlar. O zaman belə başa düşürəm ki, əksəriyyətimizdə bu qayğıdır da. Çünki hamı burada yəni neçə adam çıxıb auditoriya qarşısında 300-500 nəfər qarşısında çıxış eləyib ki, elə bir qorxusu yaranıb ki, mən çıxdım, danışa bilmədim, həyəcanlandım və s. və axır. Amma gələcək üçün qayğısı ola bilər ki, bəli, çıxsam birdən danışa bilmərəm. Çünki onun geri dönüşü yoxdur. Çıxdın 300 nəfərin qarşısında 2 cümlə dedin, yox alınma deyə bu kamera deyir ki, söndürüm ki, təzədən çəkək. Düşünürəm ki, bu qayğıdır mənim işimsə. Əslində bu ölüm qayğısıdır. Ölüm qayğısı. İndi bir sual verəcəm. Sizcə ölməklə nə əlaqəsi var bizim danışmağımızın? Nə əlaqəsi ola bilər ölməklə? Hətta ingilislərdə bir ifadə var. Onlar deyirlər ki, biz ölünü tabutda gətirib kilsədə tribunanın qarşısına qoyuruq. Tribunadan çıxış eləyən bir insan deyir ki, mən kaş tribuna qarşısında olmaqdansa tabutun içində olaydım deyir. Tabutun içində olaydım. Bu nədir? Haradan gəlir? Bunu araşdırıblar. Və araşdırma nəticəsində bəlli olub ki, insan ölməkdən qorxduğu üçün səhnə qarşısında çıxış eləməkdən vaz keçir. Ölməkdən qorxduğu üçün. Necə?
Düşünək ki, mən səhnə qarşısına çıxış eləyəcəm. Nə olacaq? Məni qınayacaqlar, biabır olacaq. Düzdür? Mən biabır olduqdan sonra nə baş verəcək? İnsanlar məni qəbul etməyəcəklər. İnsanlar məni qəbul etməyəndən sonra nə olacaq? Mən yalnız olacağam. Mənim təlimlərimə gələn insanların 90%-i əslində bu istəklə gəlib. Mən yalnızam. Auditoriya qabağında çıxış eləyim. Mesajı ilə gəlir əslində. Və o yalnızlıq bir müddətdən sonra nə ilə əvəz olunacaq? Ölümlə. Yalnız insan ölməlidir. O da deyir ki, mən yalnız olmamaq üçün insanların qabağında danışmalıyam, çıxış eləməliyəm, qəbullanmalıyam. Və qəbullanan insanı təbii ki, insanlar bəyənir. Hədəf budur. Çox gözəl müqayisədir həqiqətən. Sizlər bəy, istəyirəm biz ikinci qatımız haqqında danışaq. Natiqliyin, deməli, kədər qatıdır. Kədər qatı. Məsələn, biz sonuncu forumda mən özüm də iştirak etdim. Baxmayaraq ki, indiyə qədər 2000-dən çox video çəkmişəm. Auditoriya qarşısında çıxış eləmişəm. Fərqli universitetlərlə və s. Gənclər evində və s. Amma mən həmin forumda çıxış edəndə çox həyəcanlandım. Baxmayaraq ki, öz fəaliyyətim haqqında danışıram, qeyri-adi bir şeydən danışmadım. Məsələn, videolarımda fərqli mövzulardan danışıram da. Yəni, öz sahəm olmayan mövzulardan bile danışıram, rahatam. Amma kütlə qarşısına çıxanda hiss etdim ki, biraz həyəcanlandım. Bu məndə biraz idi. Bəzilərində hətta əsas da bu xanımlarda bunu görürük. Onlar çünki daha emosionaldılar. Bəziləri hətta həyəcandan ağlaya da bilirlər. Çıxış öncəsi ola bilər, çıxış zamanı və yaxud da çıxışdan sonra. Ağlayan olub mu? Çıxışdan əvvəl. Bizim çıxış edən tələbələrimiz də var burada. Kim ağlayıb? Fatimə ağlamısan, Fatimə? Ağlamamısan. Fatimə ancaq dərslərdə ağlayırdı. Fatimə xanım, maşallah yaxşıdır. Fatimə bizim ən güclü spikerlərimizdən biridir bu arada. Fatimə bir alqışlayaq. Aha. Bu qədər emosional insanlar, yəni emosionaldır. Bu insanın yaradılışı budur. Yəni bunu dəyişə bilməz. Tanrı bunu belə gətirib dünyaya. Bu qatı necə adlaya bilər və adlaya bilərmi həmin insanlar? Yəni ağlamadan bir dəfə, iki dəfə ağlasın o ki, sonra davamında özünü toparlaya bilərmi bu insanlar və nə etməlidirlər ən əsası? Və əslində bu ikinci qat bizim üçün ən önəmli qatdır. Bir natiqin keçə biləcəyi ilkin mərhələ kəşfdir. Yəni kəşf mərhələsini yaxşı başa vurdusa, ondan sonra artıq insanlarla ünsiyyət qurmaq, danışmaq, münasibətli olmaq rahat olur. Və kədər qatı nədir? Mən necə eləyim ki, ağlamayım? Bu ağlamaq sadəcə bildiyimiz göz yaşı tökmək deyil ha. İfadələrlə də bəzən ağlayırıq. Düzdür? Mənim tələbələrimdən, məsələn, Aytən. Aytən yadımdadır. Deyim Aytən onu. Yadda qalsın. İfadə ilə bəzən ağlamaq nə deməkdir? Çıxışa gedirik və çıxış əsnasında şəxs 5 dəqiqə qalmış, 10 dəqiqə qalmış mənə gəlib bu cümləni deyir. Məndə olmayacaq. Mən danışa bilməyəcəm. Özümü ifadə edə bilməyəcəm. Mən bu günə qədər danışa bilməmişəm. Siz də mənə təsir edə bilmədiniz. Alınmayacaq. Və bunu biz necə nəzərdən keçiririk? Birinci baxırıq ki, onda hansı problemlər var? Sizcə danışa bilməyən bir insanda hansı problemlər ola bilər? Arifdən başlayaq, digər yoldaşlara da sual verək. Danışa... Əla, söz bazası. Məncə özünə güvən problemi ola bilər. Özünə güvən problemi ola bilər. Başqa, indi özünü ifadə edə bilmək, əla. Başqa nə ola bilər? Mübariz bəy, sizcə nə ola bilər? Məncə əlaqələndirmə. Əlaqələndirmə. Yəni sözlər arasında koordinasiya zəifdir. Qəşəng. Bu çox önəmli bir problemdir bu arada. Mövzuya hakim olmamaq. Mövzuya hakim olmamaq. Qəşəng. Məsuliyyət. Məsuliyyət. Əla. Emin müəllim, siz nə düşünürsünüz? Özünü təqdim edə bilməməsi. Əslində bu problemlərin başında nə dayanır? Bir insanın bilik səviyyəsi orada özünü ifadə etməyə icazə vermir. İndi deyə bilərsiniz ki, mən savadsızam. Xeyr. Həmin mövzu ilə bağlı savadsız olduğumuzu qəbul etməliyik bəzən. Mənə təlim təklifləri gəlir, onsuz da natiqsiz. Gəlin bu mövzuda danışın.
Məsələn, mən süni intellektlə bağlı danışa biləcəyim mövzu bu ola bilər ki, ChatGPT-ni 20 dollardan alaq. Düzdür? Yəni, mən gəlib o mövzuda həmin sahədəki mütəxəssis kimi yaxşı danışa bilmərəm. Nuridə xanım ədliyyə sahəsindədir, hüquqşünasdır. Mən gəlib hüquq təlimlər keçə bilərəm, amma onun kimi hüququn detallarına toxuna bilmərəm. Məsələn, keçən dəfə bir video paylaşmışdıq, 55 manat söhbəti. Nuridə xanım, düzdür o söhbət? Arxayın ola bilərsiniz. Əla. Görürsünüz, bu bilik məhsuludur. Çox rahat auditoriya qarşısında bilik məhsulunu təqdim edəcək. Çox gözəl. Bir Nuridə xanım alqışlayaq. Mən belə. Bilik məhsulunu rahatlıqla təqdim edir. Məsələn, mən Nuridə xanıma başqa bir sual versəydim, o deyəcəkdi ki, mən düzdür Nuridə xanım. Vəziyyət dəyişəcəkdi. İkinci detal emosionallıqdır. Mən o mövzu ilə bağlı emosional təsir yarada bilirəmmi? Yumor, güldürmək və yaxud da bir hekayə danışmaq. Həmin mövzunun hekayəsini bilirəmmi? Məsələn, riyaziyyatçı var burada. Riyaziyyatçı. Yeganə xanım, düşünək siz riyaziyyatçısınız. Olar. 2 + 2 neçə eləyir? 4. 2 + 2-nin 4 olması insanlara çox da maraqlı deyil. Amma deyəndə ki, 2 dəyərli dostum var, onu digər 2 dəyərli dostumla tanış elədim. Onlar birləşdilər, biznes qurdular və bu biznesdən mənə də pay ayırdılar. Mənə də dəstək oldular. Bir yerdə çalışdıq, vuruşduq, mübarizə apardıq. Fərq yaratdı. İmamverdi bəy razısınız bu məsələ ilə bağlı? Aha. Deməli, ikinci məsələ onu hekayələşdirməsidir. İmamverdi bəyin sahəsidir, o fikir bildirdim. Üçüncü detal isə, mən bilgi verdim, onun emosionallığını çatdıra bildim. Üçüncü isə, mənim haqqımda təəssürat necədir? Bu çox maraqlı bir fikirdir. Məsələn, adam hekayə danışa bilir, adam özünü sata bilir bilgisi ilə, amma təəssürat onun haqqında mənfi deyə dinlənilmir. Əslində kədərlənməli olduğu tərəf bu da. İlkin təəssüratı zəifdir. Çünki mən auditoriyalarda indiyə qədər o qədər güclü natiqlər görmüşəm ki, mənfi danışılıb. O qədər güclü nitq problemləri olan şəxs tanımışam ki, onların təəssüratları alqışlanmasına səbəb olur. Bu da var. Yəni, ilkin təəssürat, bilgi və emosionallıq kədər hissəsini aradan qaldırmağa kömək ola bilər. İndi Zar bəy, mən indi öz təcrübəmdən deyim. Yəni əksəriyyət bilir, bəziləri bilir. Mən Qarimedia adında bir podkast studiyam var. Mən orada hər tip insan görürəm. Yəni psixoloqundan tutmuş, natiqinə kimi, həkimindən tutmuş, hüquqşünasına kimi hamı gəlir də. Və çox savadlı adamlar da olur. Bəzən podkastlar olur, düzdür. Onlar özləri çəkməsə də qonaq kimi gəlirlər, professorlar, elm adamları. Amma baxırsan ki, adam dəryadır da, yəni daşıb tökülür. Amma danışa bilmir. Aha. Baxırsan bir cümləni giriş cümləsindən söhbət gedir. Çünki podkastlarda adətən çətini başlayana qədər də, başlayandan sonra axır gedir. Yəni 3 dənə cümləni ard-arda qurub özünü təqdim edə bilmir ki, mən kiməm? Filankəs o filankəs, filankəs oğlu. Ən yaxşı halda bunu deyə bilər. Ardıcan filan universitetdə filan dosentəm və yaxud da və ilə axırda hər hansı bir vəzifəni tutmuşam. Bəs burada səbəb nə ola bilər ki? Adam savadlıdır, okey. Dünya görüşü var, super. Xarici görünüşü də okeydir. Yəni ən azından mənim kimi sası tökülməyib. Yəni və ilə axırda, yəni də çox dərinə getmirəm. Və adamda heç bir qüsur yoxdur, amma danışa bilmir. Baxıram ki, yəni mən iqtisadçıyam, okey, 4 il universitet oxumuşam, və axır, amma onun savadın yanından keçə bilmərəm. Mən normal danışa bilirəm, amma o yox. Problem nədir bəs? Türkiyədə magistr oxuyan dövrdə bir şəxslə söhbət edirdik. Qəşəng bir cümləsi var idi. Cümlə bu idi. Doktorant səviyyəsində düşünmək. Sonra sualı yenidən təkrarlamışdım ki, doktorant səviyyəsində düşünmək nə olan bir şeydir? Dedi ki, bakalavrda biliyi kəşf edirsən. Magistr təhsilində bilikdən istifadə edirsən. Doktorantura təhsilində bilik yaradırsan. Və maraqlısı bilirsiz nədir? Maraqlısı bilirsiz nədir? Biz hal-hazırda doktorant səviyyəsində düşünə bilmirik. Biz biliyi sadəcə kəşf eləmişik.
Kəşf eləmişik ki, mənim bilgim, məsələn, mən Aristotelin ritorikasını öyrənirəm, Seronun ritorikasını öyrənirəm və yaxud da hər hansı Quintilianla bağlı bir fikir öyrənirəm. Bunları öyrəndikcə o Zaur Cahangirovun fikirlərinə necə keçə bilər? O da doktoran səviyyəsində düşüncə. Həmin adamlarda elmin yanındakı elm ona görə çatışmır. Və başqa bir detal. Məsələn, mən Anar müəllim mənim tarix müəllim olub. Çox savadlı bir insandır. Və həqiqətən də tarixdən bir dəfə Anar müəllimlə mübahisəm düşmüşdü. Yadımdadır, orta məktəbdə. Əlincə qalası ilə bağlı kitabın içində bir hissə var idi. Anar müəllim onu əzbər bilirdi. Detalı mən bilmirdim. Anar müəllimə dedim ki, yox, siz səhv bilirsiniz. Sağ olsun, o mənə səhv çıxartdı həmin anda. Və Anar müəllimin o günkü obrazı ilə bugünkü obrazı arasındakı fərqi bilirsiniz nədir? Yəni, Anar müəllim üzrində bunu deməmişəm indiyə qədər. Anar müəllim mənim məktəbdə olduğum dövrdə çox ali savadlı bir insan idi. Artıq biznes sahəsinə daxil olandan sonra ali səviyyəli ünsiyyət ustasıdır. Çünki yadımdadır, orta məktəbdə oxuyanda Anar müəllim deyərdi ki, telefondan istifadə eləməyin. İndi Anar müəllim deyir ki, TikTokda necə reklam qoyub. Çünki Anar müəllim bilir ki, əslində biliyin paylaşılması onun daha çox çatmasına səbəb olur. Konfutsiyin bir ifadəsi var. Deyir ki, sənin əlində bir yumurta var, mənim əlimdə bir yumurta var. Biz bir-birimizlə paylaşdıq, neçə oldu? Sizdə də bir oldu, məndə də bir. Deyir, səndə bir bilgi var, məndə bir bilgi var. Bir-birimizlə paylaşdıq, neçə oldu? 2 bilgi adama. 2 bilgi oldu. Və bugün də ən böyük problemimiz odur ki, biz sadəcə bilgiyə sahib olan insana çevrilirik. Və yaxud da sadəcə bilgili olmağı üstün tuturuq. Başqa sözlə, aramızda yəqin ki var da, bilgiyə qarşı olanlar da var. Düzdür, bilgi nəyə lazımdır? Pul qazandırmır ki. Düzdürmü? Amma mənim yanıma gələn və spikerliyə hazırlaşan bir insana birinci dərsdən sonra dediyim cümlə bu olur. Siz 5 ilə yaxındır ki, kitab oxumursunuz. Çünki onun danışıq tərzində olan müəyyən detallar var ki, onun uzun müddətli kitabdan, uzun müddətli mütaliədən uzaqlaşdığını göstərir. Hədəf budur. O kitab bizi natiq eləmir. Amma o kitabın içindəkilər bizi edib natiq edə bilir. Hədəf budur. Zar bəy, bizim növbəti qatımız ümid qatıdır. Mən biraz bu mikrofonu tutmaqda biraz problemim var. Səsim gedib gələ bilər, üzrlü hesab eləyin. Deməli, ümid qatıdır. Bu, tutaq ki, deyək, bu kədər qaxır insan atlatdı. Da ağlamır. Gözün yaşın qurudu. İndi ümid var bunun içində ki, mən öyrənə bilərəm, mən də danışa bilərəm. Mən də həyəcanlanmadan insanların qarşısına çıxa bilərəm və s. Bunun üçün nə etməlidir? Öz üzərində necə işləməlidir və sizin tələbələr nə edirlər ki, bu qədər uğurludular? Arif, bu podkastda biz hazırlaşanda, hətta mən sənə də bildirdim ki, tələbələrimiz gözlənilmədən bugün danışacaqlar. Niyə? Çünki bu 3-cü qatdayıq da hal-hazırda. 3-cü ümid qatı ilə 4-cü sevinc qatını biz düşünmüşük. Ümid qatı ilə sevinc qatında tələbələr danışacaqlar daha çox. Mən nəyi öyrənmək istəyirəm açığı və burada olan şəxslərə də bunun maraqlı olduğunu düşünürəm. Ümid qatı budur ki, mən necə eləyim ki, natiq ola bilim. Düzdür? Necə eləyim ki, natiq olum. Və aramızda mənim təlimlərimdə olan çox şəxs var. Düzdürmü? Bir əl qaldıra bilərik. Siz dərslərdə olanlar. Qəşəng, əla. Və bizim dərslərdə olub sırf natiq olan 3 nəfəri deyə bilərəm bu auditoriyada. Onlardan biri Fatimədir. Fatimə Süleymanlı. Düzdür Fatimə? Fatimə, sadəcə səndən bir şey soruşacağam və auditoriyada bu məncə maraqlıdır. Nədir bu? Natiqlik dərslərinə gəldiyin dövrlərdə gündəlik həyatın necə keçirdi? Bəli, bəli. Yəni sən nələr edirdin ki, sənin nitqin günü-gündən inkişaf etsin və bugün sən özəl müəssisələrin birində nitq təlimləri keçirsən. Doğrudurmu? Və bu necə baş verirdi? Birinci əsas məsələ sizin də qeyd etdiyiniz kimi mütaliə etmək oldu. Hətta sizin özünüzdən də eski kitablarınızı əldə edib onları mütaliə edirdim. Bu mənim bilik bazamı daha da artırırdı. Bundan əlavə müxtəlif çıxışlar olurdu. Siz rəqabçılıq olaraq verirdiniz.
və bu tapşırıqları yerinə yetirdikcə də mən daha çox təcrübə qazanmış olurdum. Bir də ən əsası məncə müxtəlif yerlərdə çıxışlar etmək var. Çünki bu təkcə biliklə olacaq bir şey deyil, eyni zamanda təcrübə də lazımdır. Aha. İndi başqa bir sual verək. Səncə potensial yoxsa performans? Məncə hər birisi olmalı. Həm potensialın olmalıdır, həm də gözəl. Fatimə Süleymanlının bizim forumdakı çıxışını dinləyən olmuşdu. Necə bir çıxış idi? Əlaydı Ayca xanım. Hətta Gülmürə xan buradadır. Gülmürə xan, oradan qabaqdan keçmiş Gülmürə xanım çox maraqlı bir detal idi. Fatimə Süleymanlı mənim dərslərimin birində ağlamışdı. Yadındadır Fatimə? Niyə ağlamışdı? Mən Fatimənin o qədər tələb eləyirdim ki, Fatimə bunu elə, onu elə. Səbəb bilirsiniz nədir? Mən özüm natiq kimi doğulmamışam. Fatimə Süleyman da natiq kimi doğulmayıb. Onun bəzi xüsusiyyətləri mənə uyğundur. O səhnəyə çıxanda mən elə bilirəm ki, mən başladığım dövrlərdə necə səhnəyə çıxırdımsa, o formada yanaşır. Bugün o onlaynda bəzi paylaşımlar eləyir. Mən neynirdimsə onları görürəm. Və maraqlısı bilirsiniz nədir? Biz ikimiz də natiq kimi doğulmamışıq. Məsələn, mən natiq kimi doğulmadığım üçün səhnədə aparıcı olduğum yerdə qovulduğum olub. 2015-ci ildə səhnədə aparıcı olduğum yerdə səsim bəyənilmədiyi üçün məni səhnədən çıxardıblar. Mən həmin gün Sədriyədən aldığım pencəyim var, gedib onu cırmışdım. Həmin o pencəyi cırmışdım. Niyə? Çünki səsim bəyənilməmişdi. Və Fatimədə də deyirdim ki, çox çalış, vuruş. Və maraqlısı budur ki, natiq olmaqda 30% potensialda 70% performans. Və 30% potensialla natiq ola bilmirik, amma 70% performansla ola bilirik. Mən özüm rəsm çəkməyi bacarmamışam. Sonradan cəhd eləmişəm bu arada. Ona da bacarmamışam. Yaxşı rəsm çəkə bilmirəm bu arada. Mən də bu yaxınlarda getmişdim. Və orada fincanın üzərində rəsmi Dilezbər xanım özü çəkdi. Dedim, siz daha yaxşı çəkirsiniz. Və maraqlısı bilirsiniz nədir? Mənə görə baxın, Dilezbər xanım onu eləyə bilirsə, mən o anda başqa şey edirdim, mesajlara cavab verirdim. Dilezbər xanım orada mənim şəklimi çəkirdi, həmin hissədə. Və nəyi vurğulamaq istəyirəm? Mən əgər yaxşı danışa bilən bir insanamsa, danışığımı təkmilləşdirib, təqdimatları çoxaltmalıyam. Məsələn, Arif danışa bilmirsə, Arifin yerinə də danışmalıyam bəzən. Amma mən rəsm çəkə bilmirəmsə, Arif bəzən mənim yerimə rəsm çəkməlidir. Ona görə nitqdə də bəzən komanda təfəkkürü çox önəmlidir. Mənim hal-hazırda potensialım nədir? Potensialım nitqi yaxşı olan bir insan olaraq təqdimatlar etməkdir. Düzdür? Performansım da onu günü-gündən təkmilləşdirmək. Məsələn, mən özüm də nitqimdə çoxlu problemlər yaşamışam və performans sayəsində onu təkmilləşdirmişəm. Düzdürmü? Və bunu etdikdən sonra artıq sən hər hansısa bir məhsulunu təqdim edə bilmirsənsə, mən səni müəyyən qədər yetişdirirəm. Amma sən yenə də natiq olmaya bilərsən. Mənim yanıma gəlib. Bəzən baxıram ki, bu adam natiq olmaq üçün doğulmayıb. Bu adam natiqin arxasında o prosesləri idarə etmək üçün doğulub. Hədəf budur. Və mən onun yerinə danışmalıyam. O isə o prosesləri idarə etməlidir. Hədəf budur. Ona görə bölünür. Yəni potensialı olmalı da. Hər bir halda potensialı olmalıdır. Yəni deyir o qaba cümləni yenidən təkrar edirəm. Fatimə ilə bağlı cümləm nə idi? Cümləm bu idi ki, potensialı olub performans göstərmədən nəticə əldə edə bilər, amma potensialsız performansla nəticə əldə etmək olar. Yəni üzərimizdə çalışsaq düşünürəm ki, çox şey eləyə bilər. Məsələn, mən sizin yanınıza CC məsələsini həll eləmək üçün gəldim. Və siz çox yaxşı yolları öyrətdiniz mənə. Və mən çox öz üzərimdə işləmədim deyə hal-hazırda bəzən çığ kimi çığlarım partlaya bilir. Hə, belə. Deməli Arif Qəriblə bir podkast çəkmişik və bu podkast çəkiləndən sonra ancaq mənə yazılanlar buydu. O oğlan niyə cı ilə danışır? Çıdı. Sonra Arif Qəriblə 2 ay işlədi. Dedim, video çəkək. Arif Qərib dedi ki, mənim brendingim daha yüksəkdir. Ödəniş ver, video çəkib səni reklam edeyim. Daha qədər yoxdur. Bu arada Arif Qəribin YouTube kanalını izləyə bilərsiniz. Belə altda da qoyacaq burada. İzləyə. Link kimi yerləşdirin.
Gəlirik deməli növbəti qatımız sevinc qatıdır. Aha. Deməli biz nələrsə etmişik. Çıxdıq, danışdıq belə. Hər bir qorxularımızı yendik, kədərimizi yendik və s. və axır. Gəldik çıxdıq bu qata. Necə iz qoya bilərik? Nə etməliyik? Əla. Sevinç qatında əslində mənim danışmaq istədiyim bir mövzu var. Bu da bizim forumlarımızdır və forumlardakı çıxışlardır. Çünki bizim tələbələrimiz bir neçə ay dərslərdə iştirak edirlər və iştirak edəndən sonra nə baş verir? Onları biz forumlara hazırlaşdırırıq. Və aprelin 26-da bir forumumuz olacaq. UTN 357. Burada, orada olan spikerlərdən də bir neçəsi var artıq. Dəqiq deyil o spikerlərin adları, ona görə hələ paylaşmırıq. Amma bundan əvvəl forumlarımızda spiker olan şəxslər var. Arif Qərib də onlardan biri olub. Və mən bu sualı vermək istəyirəm. Gültəki xanıma verəcəm o sualı. Bizim ikinci forumun Qays qrupla bir yerdə eləmişdik, Mübariz Bəygillə. Mən danışa bilmirəm forumunun spikerlərindən biri idi. Və Gültəki xanım, sizcə biz dərsləri bitirəndən sonra, çıxışlar etdikdən sonra, dərs də bitirdik, çıxışlar da elədik, həyatımıza nə təsir elədi? Bütün bu proseslərdən keçəndən sonra nə dəyişdi? Həyəcanlanmaqdan qorxmamaq. Öncədən həyəcanlanmaqdan qorxurdum, sanki söz yadımızdan çıxar, cümlədən sonra hansı cümləyə keçid edəcəyik. İndi daha yaxşı həyəcanı idarə edirik və yaddan çıxan cümlə olanda onu əlaqələndirmək olur da bir özünə güvən formalaşır. Və yavaş-yavaş danışmağa başlamaq lazımdır. İlk etapdan hər biz əgər keçmişik bu təlimi mükəmməl danışacaq, yox. Mükəmməl olmaq üçün də danışmaq lazım, praktikalar eləmək lazımdır. Danışdıqca vəziyyəti daha idarə edilir. Bir maraqlı sual da verim. Forumlarda çıxış edirik, düzdür. Ulduz xanım da çıxış edib. Sonra kim çıxış edib burada? İmanverdi bəy, Aygün xanım, Gülmirə xanım, sonra Fatimə xanım, Aytən xanım və çıxış edən şəxslər forum bitəndən sonra onlara gül verirlər, xüsusilə xanımlara gül verirlər, düzdür. O anda nə hiss edirsiniz? Nə baş verir? O həyatımıza hansı təsiri bağışlayır? İmanverdi bəy axırıncı forumumuzda 6 dəqiqə qoydu. Elə 6 dəqiqəni bitirdi, qaçdı. Yəni o mükəmməl idi də. Necə, yəni mən hələ də fikirləşirəm ki, onu necə tutuzdurdun da, yəni. Noel vaxtında da, yəni. Bəlkə də kimsə göstərmiş aşağıda, amma başqa variant yox. 100% Aydın bəymiş. Mən tapdım o adamı. O Düzdür. Aydın bəy oradan deyib ki, nə baş verib, məlumatı olmayanlar olar. İmanverdi bəy bizim axırıncı forumumuzda gəldi, kompüteri açdı və orada 6 dəqiqəni başlatdı. 6 dəqiqə bitəndə 1 saniyə qalmış, çıxışı bitdi. Amma 6 dəqiqənin sonunda alqışı aldı. Əsas önəmli olan detal buydu, onu bacardı. Yəni mən Arif, səndə necə hiss idi bəs o anlar? bitirəndən sonra özümü ulduz kimi hiss edirdim. Hamı alqışlayır falan. Bir dənə də yanına gəldim abi ki, əslində çox gözəl hissdir. Nə isə bacardan, o uşaqlara nəsə bir şey verirsən, inşallah ata olarsan, görərsən, nə isə bacarırlar, qoyurlar üst-üstə belə və alınandan sonra özlərini elə alqışlayırlar ki, sanki bir bina tikdilər, bir nəhəng bir iş görüblər də. Onlarsa onların dünyasında o çox mükəmməl işdir. Yəni insan özünü sanki elə hiss edir ki, nə iş gördü? 6-7 dəqiqə, indi məndə biraz uzandı 8 dəqiqə oldu. 8 dəqiqə danışdın da, öz fəaliyyətin var idi, kiməsə motivasiya. Yaxın münasibətimizə, ünsiyyətimizə görə 1 dəqiqə artıq danışdı. Sonra danışdıq ki, 1 dəqiqə görə mənə qonaqlıq verəcək. Amma verməyib hələ. Sonra o studiyada 1 saatını əvəz edə bilərik də. Bunu qoyaq bir daha rahat danışalım. Bəli, bəli. Heyrət qatından əvvəl istəyirsən bir yumor qatı eləyək. Eləyək məncə. Məncə də. Biz yumor qatında nəyi düşünmüşük? Biraz ap-havanı daha da yaxşılaşdırmaq üçün, xüsusilə deyib gülək, şənlənək. Və bu hissədə istəyirik hazır cavablıq olsun. Humoristik suallar, fikirlər gəlsin və Ariflə mən həmin o sualları cavablandıraq. Ani olaraq. Arif dedi ki, o hissədə mən yox idum. Zaur bəy cavablandırsın. Bəli. Başlayaq mı? Buyurun Nurdi xanım. Ütünün dərəcəsini neçəyə qoysaq daha effektiv?
Ünsiyyətdə çərçivəli sən deyilən bir modeli var deyir. Kirpi məsafəsi deyirlər buna. Kirpilər çox yaxınlaşanda yanır, çox uzaqlaşanda donur. Ona görə nə 100 dərəcədə qaynadaq, nə də 0 dərəcədə donduraq. Yaxşı olur. Hicran sual vermək istəyirdiniz. Ver. Şəkili bir şəxs əgər natiq olsaydı, ilk cümləsi nə olardı? Nətər söz? o bilir nəyə görə o sual verir. Şəklidir özü. Özü şəklidir bəli. Bizim SM'imiz Hicran'a da bir alqışlayaq. Bəli. Mən istəyirəm ki, əslində sualları çox az danışan insanlar versinlər, özlərini ifadə eləsinlər. Olarmı? Yəni, həqiqətən də auditoriyada heç vaxt səsini qaldırmayıb, səsini çıxarmayıb. Kimdir o? Sual vermək istəyir, ver. Niyə? Əslində o da bir sualdır ki, niyə sual verə bilmirəm? Allah, qəşəng. Baxım görüm kim var. Kimdən sual... İndi əksinə də bu vəziyyət. Murad bəy, nəsə belə edirsiniz? Humoristik suallar gözləyirik. Kreativ. Bəziləri belə də. Dərsə yarı hazır tələbə olur deyə. Biri var belə eləyəsən, bir də var belə müəllimə. Və maraqlısı birisi nədir? Deyirəm humoristik sual gözləyirik. Belə eləyir, bax. Aha. Və xanımın natiqə sözlər var. Maraqlı bir cavabdır. Natiq əmi var, Natiqə xala obrazı yaratmaq istəyir. Heyrət qatır. Bəli. Yaxşı danışmaq bizə nə qatır? Net sual verir. Deyil. Yaxşı danışmaq, bu çox önəmli bir məsələdir. Yaxşı danışmaq bir neçə cümlə ilə mənə nə qatıb indiyə qədər? Mənə nə qatıb? Bunu deyim, sonra Arif də özünü vurğulayar. Gənc yaşımda insanlar tərəfindən hörmət. Bu mənim ən çox sevdiyim bir məsələ idi. İkinci, Azərbaycan dilinin qayda və qanunlarına riayət edərək öz fikirlərimi çatdıra bilmək qabiliyyəti. Səsimi qaldırmadan uca danışmaq bacarığı. Bu ən çox sevdiyim bir xüsusiyyətdir. Səsimi qaldırmadan necə uca danışa bilərəm. Azərbaycan dilində olan ifadələri işlədərək koordinasiya gücümü göstərmək. Məsələn, Mübariz bəyin dediyi sözlərin gücündən istifadə edərək. Biz dərslərdə deyirik ki, 20 fərqli sözü cümlələrdə işlədərək necə bir hekayə qura bilərik. 20 fərqli söz. Hətta sizdən də ala bilərəm indi. İstəsəz eləyə bilərik. 20 fərqli söz deyə bilərsiniz mənə. Bir ortaq hekayə quraq. İmamverdi bəy də bizə kömək eləyər. İstədiyiniz bir sözü deyə bilərsiniz. Mən burada sizin bugünkü hekayənizi qurum. Özgüvən. Burada özünə güvənli insanlar natiqliyin 7 qatı adlanan podkasta yığışmışdı. Onda bir də motor. Motor. Bəli. Aha. Avtomobilinin motorunda problem olan Talib bəy də bu tədbirdə iştirak edirdi. Düzdür, onun psixologiyası pozulmuşdu. Buna rəğmən o tədbiri diqqətlə dinləyirdi. Kirpi. Hətta Zaur Cahangir orada dedi ki, kirpi məsafəsi deyilən bir anlayış var. Çox yaxınlaşma, yanarsan, çox uzaqlaşma, donarsan deyə bir fikir səsləndirdi. Sosial şəbəkədən düzgün istifadə edin. Bəli. Və bildirdi ki, burada danışılanlar podkast versiyasında sosial medialarda paylaşılacaq və siz də sosial mediadan düzgün istifadə etsəz, bu çıxışı orada izləyə bilərsiniz. Bəli. Və siz bu çıxışı kalkulyator vasitəsilə yox, sadəcə smartfonlarınızla izləməlisiniz. Nə? İlğım. Bu ilğım sözünü bu çıxışa daxil etmək istəməyib, hekayəni burada bitirmək qərarına gəlir. Arif, sən nə düşünürsən iz qoymaqla bağlı? Bir YouTuber olaraq, bir hər gün çıxış edən şəxs olaraq. İz qoymaqla bağlı. Belə Orada deyək. Arif Qərbin bir 123 min, neçə min? 127 min. 127 mini YouTube kanalı var. 4000 aşağı salsın. 4000 toplamaq üçün mən
illərimi sərf eləmişəm. 127 min. Bəli. Yəni 127 minlik YouTube kanalı var və orada elmi kütləvi mövzularda daim videolar paylaşır və biz də daima yararlanırıq, baxırıq. Daima sözünü biz sürəkli sözü ilə də əvəz eləyə bilərik bu arada. Və necə? Mütəmadi tam uyğun gəlmir sinonim olaraq, amma daima sürəkli desək daha maraqlı olur. Və nə düşünürsünüz? Çıxış edən bir insan necə iz qoya bilər? Necə iz qoya bilər? Məsəl üçün, mən özüm az-çox nələrsə etməyə çalışıram. Demirəm ki, iz qoymuşam Azərbaycan YouTube-unda. Bəlkə də iz qoymuşam, çünki bu tərz video çəkən başqa bir, yəni yüksək səviyyədə olan başqa bir YouTuber yoxdur. Çox təəssüflə bildirirəm onu. Məsələn, Türkiyədə açsaz doludur. Elm kanalları, hərəsinin milyonluq abunələr var. 6 milyon, 5 milyon, 10 milyon. Bizdə çox təəssüf ki, ən çox bildiyim qədərilə məndədir. O da 127 min. Bəlkə də bizim 10 milyonluq kütlə ilə müqayisədə normal bir rəqəmdir. Amma mən öz millətimin savadına bələdəm, IQ səviyyəsinə bələdəm və bu bizim millətin 5 milyon internet istifadəçisi var. 5 milyon nisbətində çox az rəqəmdir. Yəni bu ən azı 500 min olmalıydı. Ən azı. Çünki kiminsə qarşısına çıxırsa, yeni qarşısına çıxırsa, hətta indi bəzən YouTube-da videolar kəşfiyyata düşür falan, görürlər və insanlar çoxdur. Azərbaycanda belə bir kanal, halbuki 2021-dən fəaliyyət göstərir sırf bu kanal. Bu nələr dəyişdi? İnsanlarda da, bax bu sonuncu dediyim cümlə, Azərbaycanda da belə bir kanal və mən az-çox nəsə danışa bilirəmsə, bu onun sayəsində olub. Çünki mənə bir izləyicim yazmışdı, dedi görüntü keyfiyyətini əla, qaldırması superdir. Deyir, amma əsas məsələ danışığınızın üzərində biraz işləmsiz. Deyir, mən sizə 2021-də telefonla evdə video çəkəndən izləyirəm. Onunla bu danışığın arasında yerlə göy qədər yox, yerlə hara qədər deyim ki, məsafə var. Stratosfer. Bəli, stratosfer aşıb daşıb da, yəni Andromedaya qədər məsafə var, bu qədər. Və bu çox sevindirici bir haldır ki, və bu danışıqda kiməsə təsir eləyir. Studiyaya gəlirlər danışmağa, deyir, Alp, siz çox yaxşı danışırsınız, vurğuları vurmaq tərziniz. Deyir, mənə də deyin, mən də videolarımı o tərzdə çəkim. Demirəm, müəyyən bir dəstxət yaratmışam. Orada diqqət eləmişəm, məsələn, YouTuberlər danışanda o səs tonunu biraz dəyişirlər. Orada kimi danışa bilərsən biraz? Düşür, qalxır. Müəyyən bir mətn olsaydı əslində... 5-10 cümləni belə deyə bilərsən auditoriyaya. Mənə çox maraqlı o. YouTuberlər necə danışır? Biz hal-hazırda Zaur bəyin verilişindəyik. Yəni, bu tərz danışmaqla biz insanların diqqətini öz üzərimizə cəlb edə bilərik. Və xüsusilə başlıq cümlələri deyirsən, çox maraqlı olur. Arif Qəribin YouTube videolarında mən ona çox diqqətlə baxmışam. Başlıq cümlələrini biraz fərqli səs tonundan deyir. Bu tədbirin başlıq cümləsini deyə bilərsən indi, düşünək. Natiqliyin 7 qatı. Montaj eləyir. 3-4 dəfə deyib, yaxşı anlamı qoyarıq başa. Montajda o hissəni qoyarıq. Deməli, siz bugün natiqliyin 7 qatını kəşf edəcəksiniz. Siz bugün natiqliyin 7 qatını kəşf edəcəksiniz. Alınma təzən. Ya, alın. Ya, kəsdik. Yəni, təşəkkürlər. Fərqli tonlamalar, məsəl üçün, sırf YouTube-dan danışıram. Məsələn, normal danışıqda biz o tərzdən istifadə etmirik, təbii olaraq. Yəni, yerinə görə istifadə edirik. Bunu deyim ki, hər hansı bir kursda öyrənmişik, yox. Baxa-baxa. Yəqin ki, potensial var imiş ki, üzərində biraz çalışa-çalışa, əgər düzəlibsə, demək ki, az-çox var idi və düzəltdik. Və danışıq videolarında izlənməsinə çox təsir eləyir. Bax, dediyin cümlə var, giriş cümləsi. Girişdə mən bir qeyri-adi bir xarici görünüşüm də yoxdur ki, deyim ki, hə, xanım olsa deyər ki, necə gözəl xanımdır, baxım ən azından. Yəni, mənim kimi adamı sürüşdürüb keçmirsə, dayanırsa, demək ki, ya dediyim sözlərə görədir, ya da ki, tonlamama görədir. Bəli. Demək ki, müəyyən bir kütləni 100 min, 200 min video baxılırsa, 1 milyon baxılırsa, demək ki, danışığın çox böyük önəmi var. Mütləq. Rahatsız danışığın çox böyük önəmi var. Mən Nizam bəyə bu yaxınlarda bir etiraf elədim. Etirafım da bununla bağlıydı. Mən Natiq əmi obrazının içində Natiq əmi ola bilmirəm. Natiq əmi obrazını 2 dəfə səhnədə göstərdik. Amma Natiq əmin obrazının içində də mən içimdə yatmış bir Zaruca Hangiyeva oynayıram. Ona görə inşallah aprel ayının 26-sı Qəlbin Dili adlı bir çıxışım olacaq.
Qəlbin dili və o çıxışda hər birinizi gözləyirəm. Uzun müddətdən sonra mən auditoriya qarşısında forumda çıxış eləyəcəm bu arada, o formalı. Birinci forumumuzda bizim Cəfər müəllim var. Qəşəng bir cümlə yazmışdı mənə. Dedi ki, mən heç vaxt tədbirlərdə ağlamırdım. Sənin çıxışından sonra ağladım. Və arzum budur ki, siz də gəlib burada ağlayasınız. Yəni, ağlamaq gözəl bir şeydir bu arada. Əla. Və elə sonuncu qat. Biz elə onu deyəcəkdim ki, biraz elə bir sonuncu qatı biraz tezcidir. Bəli. Sonuncu ruh qatıdır. Bir insan bu 6 pilləni aşandan sonra 7-ci pillə gəlir ruh halı. Orada nə baş verir? Əvvəldən əslində ruhdan başlayırıq. Sadəcə bir yerdə unuduruq. Məsələn, kəşf mərhələsi olur, kədər qatı olur, sevinc qatı olur, ümid qatı olur. Bu mərhələlərdə ruhumuzu unuduruq. Niyə? Çünki başımız qarışıb özümüzü təkmilləşdirməyə, bilik, bacarıq, nitq olaraq. Amma artıq bu mərhələləri keçəndən sonra bir şey yada düşür. Sənin ruhun nitqlər, çıxışlar, ünsiyyət sayəsində oxşanırmı? Və bu yaxınlarda Yeganə xanımgilin görüşündə danışdığım bir hekayəni danışım. Mən öz çıxışımı yekunlaşdıracağam və ümid edirəm ki, hər kəsə də o ruh gücü gələr. Kapadokiyaya getmişik. Kapadokiyada. Avtobusdan düşdük. Bizim dostumuz Mahirlə bir yerdəyik. Ad günümü qeyd eləyirik. Avtobusdan düşən kimi ətrafda ancaq şar balonlarıdır, hərəkət eləyir və mən ətrafa baxıram, hamının əlində telefon, telefonla nəyisə çəkir. Bir nəfər fərqlidir. Nimdaş geyimdə, təxminən 45 yaş civarlarında. Bu xanım diqqətimi cəlb eləyir. Maraqlısı budur ki, hamı telefonla nəyisə çəkir, bu isə ancaq ətrafa baxır. Ancaq baxır. Yaxınlaşdım və belə bir sual verdim. Dedim, istəyirsinizsə, mən sizin yerinizə də şəkil çəkim, sizə göndərərəm və yaxud da sizin şəklinizi çəkim, sonra sizlə paylaşaram. O isə mənə belə bir cavab verdi. Dedi ki, mənim gözlərim çəkir. Mənim gözlərim çəkir. Əslində o bilir sansı gözüydü, o qəlbin, o ruhun gözüydü ki, ətrafa baxırdı, çəkirdi. Və mən bugün bura gələndə səhər o qədər qaça-qaçla gəldim, başqa bir yerə getməliydim, yoldan fikrimi dəyişdim. Niyə dəyişdim? Çünki mənim ora gedəcəyim və etməli olduğum şey mənim ruhumla bağlı deyildi. Mənim daha çox nəfsani istəyimdən bağlı olan bir şeydi və mən onu etmədim. Etməyəndən sonra ruhumu oxşamaq üçün başqa bir şey etdim. Və o anda həmin o xanım yadıma düşdü. O çünki o qəlb gözü ilə baxırdı. Və arzum budur ki, mən 7 il, özümə arzumdur əslində, 7 il ərzində bu sahədə məni saxlayan yeganə şey ruhun gücü olub. Çünki bizim komanda yoldaşlarımız da bilir, bizim dostlarımız da bilir, ətrafımız bilir. Məni ilk gündən izləyən bəzi şəxslər var. 2019-cu ildə mən fonda, bizim əmimgildə fonda bir mağar var idi. Bir mağar var idi. Mağar. Və mən ona baxırdım və dayanırdım, qalxacam burada kamerada məni çəksin. Napoleondan danışırdım. Sonra bir gün hər hansısa bir şəxsin uğrundan danışırdım. Harland Sanders var, KFC-nin rəhbəri. Onunla bağlı videolarım var idi. Oturdum, ancaq onu danışırdım. Və video bitirdi. Mənə belə bir cümlə deyirdilər. Cümlə buydu. Nə oldu ya bu videoları çəkməklə nə qazandın? Və illər keçdikcə əslində o videolarla nə qazandığımın cavabını mən auditoriyalarda anladım. Cavab buydu. Siz. Buyurun. Və biz natiqdə əslində belə bir şey deyirik. Problem sözü ən problemli sözdür. Və problemi tapdıq. Ondan sonra artıq həll yolu istiqamətində getməliyik. Məncə müəllimin dediyi daha çox ruh halı ilə bağlıdır. Bəli. Çünki bu mənə nə qatdı? Yəni ən sonda bu qədər yol gəldim. Aylardır Zaur müəllimin yanına hazırlığa gedirəm, qorxumu yendim və s. və axır. Bunu nə üçün etdim? Mənim ruhumda nə dəyişiklik oldu? Əgər ruhumuza mənim fikrimdə dəyər qatmırsa, biz elə sussaq yaxşıdır. Bəli.
demək. O mən Qırmızı Ayaqqabı kitabımda belə bir ifadə var. Deyir, sükut bəzən qışqırıqların nəticəsi, bəzən qışqırıqların dərsidir. Bu nə deməkdir? Bəzi qışqırıqlar, bax qışqırıqların nəticəsi. Hamı qışqırır. Sən sakit qalırsan ki, nəyə lazımdır? Onsuz hamı qışqırır da. Və bir də var ki, qışqırıqların dərsi nə deməkdir? Sən daxili aləmində o qədər qışqırırsan ki, bir gün anlayırsan ki, elə sənin daxili aləmin o qədər qışqırdığı üçün sən yol qət eləmisən, getmisən. Yəni çölə qışqırmaq deyil, daxildə qışqırmaqdır əsas. Bəli. Bizi dinlədiyinizə görə, bizlə bir yerdə olduğunuza görə, xüsusilə mən bir müddətdir ki, bu qədər keyfiyyətli auditoriyanın qarşısında danışmamışdım. Bunu çox rahatlıqla deyəcəm. Bugün dəvətimizi qəbul etdiyinizə görə, bizlə bir yerdə olduğunuza görə və ən əsası bizim dinlənilmək ehtiyacımızı ödədiyinizə görə sizi dönə-dönə, fırlana təşəkkür edirəm sizə. Buyurun. Çox sağ olun, minnətdarıq. Gəldiniz, dinlədiniz. Az müddət deyil, saat yarım olar danışırıq. Dinləmək ən çətin işdir. Danışmağa nə var ki? Danışırıq bayaqdan. Ən çətin məsələ susub dinləməkdir və oradan özünə nəsə götürməkdir. Buradan bizi YouTube'dan izləyənlərə də deyirik ki, videonu bəyənməyi, paylaşmağı unutmayın. Burada hamı gedib, onsuz da linka girib bəyənəcək, amma siz də bəyənin, paylaşın. Hər birinizə rəy gözləyirik. Bəli. Görün nə qədər adam var. Bir 150 dənə var, bəyəni və like burada var da, yəni bəyənmə var, şərh var. Təşəkkür edirik, çox sağ olun, minnətdarıq, dəyərli vaxtınızı ayırdınız. Və bizə dəstək göstərdiyi üçün Sabunçu Gənclər Evinin əməkdaşlarına da təşəkkür edirik və ümid edirik ki, daimi əməkdaşlığımız olsun. Minnətlər.